İnsanı yaxşı tanımaq istəyirsinizsə, onu bir neçə fərqli situasiyalarda müşahidə edin. Harda ki, o aqressivdir, əsəbidir, qəzəblidir. Mütləq ki, daxilində olan bir çox şeyi biruzə verəcək. Yəni, ya bu insan hücuma keçir, yəni ki, ola bilər nalayiq ifadələrlə, ola bilər fiziki şiddət olsun, ola bilsin ki, məsələn, çıxır gedir, heç nə danışmır, yəni ki, söhbəti tamamilə birdən saxlayır, sonra tutalım ki, zənglərinizə cavab vermir və yaxud başlayır günahlandırmağa hər bir şeydə və yaxud başlayır, ola bilər başlasın özünü haqlı çıxarmağa, yalan danışmağa, kimlərinsə boynuna etdiyi günahları atmağa, yəni hər kəsin üstünə özündən başqa bir çox şeylər burada seyr edib görə bilərsiniz. Mükəmməl variant burada nədir? İnsan qəzəbli vaxtda verdiyi reaksiya tutalım. Məsələn, desin ki, sən də, mən də indi ikimiz də əsəbiyik. Gəl, hər ikimiz sakitləşəndən sonra oturaq, danışaq, məsələmiz nədir və çalışaq bir-birimizi anlayaq. Çalışaq, görək ki, biz burada nəyi anlaya bilmirik, anlaşılmazlığın səbəbi nədir və bunu biz ən yaxşı yolla necə çözə bilərik. İnsanın verdiyi reaksiya, onun həmən verdiyi reaksiyalar ümumiyyətlə onun xarakterindən artıq sizə bir çox şey bəhs etmiş olacaq. İnsan hövsələsizdirmi, hövsələlidir. İnsan tərbiyəlidirmi, qanacaqlıdırmı, mədəniyyəti yetərincə varmı, hörmətçil insandırmı? Sizə olan qarşı hisslərini də onda təxminən anlayacaqsınız. Sizinlə bağlı olan fikrin ola bilər, qəzəb anını ifadə etsin, desin. Düzdür, qəzəb anında insan bilirsən çox şey deyə bilər. Lap içdən, ürəkdən gələn bir şey də olmasın bu. Sadəcə incilik, küskünlük var deyə edir bunu. Nələrisə deyir. Amma yenə də insanı çox gözəl tanımaq olur. Qəzəbli, sinirli, aqressiv olduğu vaxtda.